Vətən hər birimizin müqəddəs ant yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar məhz vətən naminə edilir. Vətənin keşiyində durmaq, onu qorumaq hər bir gəncin həm şərəfli borcu, həm də qürur mənbəyidir. Marniyevdə gənclər hərbi xidmətə yollanmaq, vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün hərbi xidmətə çağırış üçün dövlət xidmətinin yerli idarəsinə böyük ruh yüksəkliyi və həvəslə gəldilər. Gənclərin baxışlarında həm qürur, həm də məsuliyyət hiss olunurdu. Sağ-salamatsız bir dökəli vətən borcu. Üstəmə vətən qorumaya gedirəm. Sevinirəm, sonra gedirəm. Dərgiyə qarşıyıram. Bunlar nə istəyər adam bir oğlan uşağı bunlar nə istər. Yola salma mərasimi duygusal anlarla yadda qaldı. Valideynlər övladlarını hərbi xidmətə yola salarkən göz yaşlarını saxlaya bilmədilər. Bu, eyni zamanda həm müvəqqəti ayrılığın, həm də qürurun göz yaşları idi. Allah üstlərindən gitsin, sağ-salamat, vətənin borcuna gedirlər, borclarını verməyə. Allah üstlərindən gitsin. Ne diyeyim, geçsin vətən borcunu versin, getməli olsun. Hər bir gəncin borcu ki, geçsin vətənin borcunu versin. Bunları xeyir olsun, vətənin borcunu verməyə gedirlər. Özü davonla gedir, öz razılığıyla. Uğurlar olsun, geçsin vətənin borcunu versin. Bir kişilik məktəbidir, bu geçsin. Əskəriyə yollanan gənclər isə qeyd etdilər ki, onlar heç bir məcburiyyət olmadan öz istək və iradələri ilə dövlətə xidmətə yollanırlar.